İrəvandan trip açıqlaması, gizli plan var, müharibə səbəbi Trump'ın İrana hücum planı yayıldı. Detallar. İnanılmaz. Ərəb nazir İrana zərbə endirilməsini istədi. Amerika Birləşmiş Ştatları təsdiqlədi. Bu ölkəyə Patriot raketləri satır. Sepah Hörmüzdə təlimə başladı. Amerika Birləşmiş Ştatları ordusu dözməyəcəyik dedi. İran, Amerika Birləşmiş Ştatları ilə sazişi rədd etdi. Hücum qaçılmazdı. Bütün dünya trip veya Zəngəzur dəhlizi layihəsi arxasında kommunikasiyaların açılması və davamlı sülhü görür. Robert Köçəryan isə təhlükəsizlik risklərini ön plana çıxararaq layihəni pozmaq üçün əlindən gələni etməyə fokuslanıb. Bunu Ermənistan Baş Naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan deyib. Ermənistan rəsmisinin fikrincə, tripin pozulması müharibənin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu da Robert Köçəryanın rəhbərlik elədiyi müxalif qüvvələrin gizli planıdır. Köçəryan hansı dövlətə, kimin övladlarının qanı bahasına müharibə elan etdiyini desin. Yadına İran sərhədi indi düşüb, bəs mehri məsələsi bu bölgənin Azərbaycana verilməsi. Bəs mehri məsələsi üzrə danışıqlar aparanda niyə bu barədə düşünmürdüm? Çaxoyan xatırladıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı dəmir yolu xətti Robert Köçəryanın Ermənistana rəhbərlik etdiyi dönəmdə sökülüb. Əgər o relslər qızıldan deyildisə, niyə söküb yediniz? Sizin dağıtdığınızı biz yaradırıq. Üstəlik, bir də ad qoyursunuz. Heç kim Köçəryandan soruşmur ki, bu kasıb ölkədə necə dollar milyonçusuna çevrilib? Amerika Birləşmiş Ştatlarının məşhur Wall Street Journal saytı İrana hücum mövzusunda diqqət çəkən məqalə dərc edib. Axar TV publikaza istinadla xəbər verir ki, nəşr bu mövzuda mənbə kimi rəsmi şəxsləri göstərib. Məlumata görə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump köməkçilərindən yaxın şərqdə uzun müddətli münaqişəyə səbəb olmayacaq hərbi əməliyyat üçün variantların hazırlanmasını istəyib. Söhbət İranda aparılacaq əməliyyatlardan gedir. Məqalədə qeyd olunub ki, Trump administrasiyası hazırki İran hökumətini devirməyə qadir olan olduqca güclü bombardman kampaniyası ehtimalını nəzərdən keçirib. Bundan əlavə, Amerika lideri və onun müşavirləri İrandan diplomatik güzəştlər əldə etmək üçün Tehrana hərbi təzyiq göstərmək variantını da araşdırıblar. Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında İran milli valyutası olan riyalın devalvasiyası ölkədə geniş miqyaslı kütləvi etiraz dalğasına səbəb oldu. Bu xaosa cavab olaraq hökumət təhlükəsizlik tədbirlərini gücləndirdi və polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və silahlardan istifadə etdi. Həm güc strukturları, həm də etirazçılar arasında xeyli yaralanan və ölənlər oldu. İran hakimiyyəti ixtişaşlara görə xarici qüvvələri günahlandırdı. İran Xarici İşlər Nazirliyi etirazların arxasında Amerika Birləşmiş Ştatları və İsrailin dayandığını iddia edir. Amerika Birləşmiş Ştatları isə etiraz edən xalqın tərəfində dayandığını gizlətmir. Trump hətta İranlıları etirazlarını davam etdirməyə çağırdı və kömək yoldadır deyib dəstəyini bəyan etdi. O, hətta Tehranın Vaşinqtonla razılığa gəlməyə çalışdığını açıqladı. Ağ Ev rəhbəri xəbərdarlığını da bəyan etdi. Trump qeyd etdi ki, Venezuela sahillərinə yerləşdirilən xeyli güclü olan dəniz qüvvələri qrupu İran sahillərinə doğru gedir. Səudiyyə Ərəbistanının Müdafiə Naziri Şahzadə Xalid bin Salman cümə günü Vaşinqtonda keçirilən qapalı brifinqdə bildirib ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İrana qarşı təhdidlərini yerinə yetirməsə, İran rejimi sonda daha da güclənəcək. Bu barədə Axios görüşdə iştirak edən mənbələrə istinadla məlumat yayıb. Nəşr yazıb ki, bu Səudiyyə Ərəbistanının mövqeyinin dəyişdiyini göstərir. Belə ki, 3 həftə əvvəl Vəliəhd Məhəmməd bin Salman Trumpa ciddi narazılıq ifadə etmişdi və bu, Trumpın İran ərazisinə hücumları təxirə salmaq qərarına gəlməsinin səbəblərindən biri olub. Amerika Birləşmiş Ştatları hökuməti Səudiyyə Ərəbistanına Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin mümkün satışına razılıq verib. Bu barədə Pentagonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb. Məlumata görə Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarından 730 ədəd
PAK-3 MSI Zenit idarə olunan raketi və müşayiət edici avadanlıq almaq üçün müraciət edib. Ümumi dəyəri 9 milyard dollar olan sövdələşmə Amerika Birləşmiş Ştatları Dövlət Departamenti tərəfindən təsdiqlənib və bununla bağlı rəsmi bildiriş Konqresə göndərilib. Açıqlamada qeyd olunub ki, raketlərin Səudiyyə Ərəbistanına satışı Amerika Birləşmiş Ştatlarının xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə uyğundur. Sənəddə vurğulanıb ki, bu satış regionda qüvvələr balansını dəyişməyəcək. Pentaqonun mövqeyinə əsasən razılaşma Amerika Birləşmiş Ştatları silahlı qüvvələrinin döyüş qabiliyyətinə də mənfi təsir göstərməyəcək. Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı İranı Hörmüz boğazında Amerika Birləşmiş Ştatları qüvvələrinin yaxınlığında 2 günlük dəniz təlimlərini peşəkarcasına keçirməyə çağırıb. Bu barədə CENTCOM-un açıqlamasında bildirilir. Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı Sepahı elan edilmiş dəniz təlimlərini təhlükəsiz və peşəkar şəkildə keçirməyə və beynəlxalq dəniz nəqliyyatı üçün naviqasiya azadlığına lazımsız risklərdən qaçmağa çağırır. Hörmüz boğazı beynəlxalq dəniz keçidi və regionun iqtisadi rifahını dəstəkləyən həyati əhəmiyyətli ticarət dəhlizidir. Dünya üzrə hər gün təxminən 100 ticarət gəmisi bu dar boğazdan keçir. Amerika Birləşmiş Ştatları ordusu İranın beynəlxalq hava məkanında və sularında peşəkar əməliyyatlar aparmaq hüququnu tanıyır, deyə açıqlamada vurğulanıb. Komandanlıq xəbərdarlıq edib ki, Yaxın Şərqdə fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları personalının, gəmilərinin və təyyarələrinin təhlükəsizliyini təmin edəcək. Biz Sepahın təhlükəli hərəkətlərinə, o cümlədən Amerika Birləşmiş Ştatları hərbi gəmilərinin üzərindən, o cümlədən niyyət aydın olmadığı halda Amerika Birləşmiş Ştatları hərbi obyektləri üzərində aşağı səviyyəli və ya silahlı uçuşlara, Amerika Birləşmiş Ştatları hərbi gəmilərinə doğru manevrlərə dözməyəcəyik. Amerika Birləşmiş Ştatları ordusu dünyada ən yüksək təlim keçib, məhv edici gücə malikdir və ən yüksək peşəkarlıq səviyyələri ilə fəaliyyətini davam etdirəcək və beynəlxalq normalara riayət edəcək. Sepah da eyni şeyi etməlidir. 30 yanvarda İranın Xarici İşlər Naziri Abbas Araqçı bildirib ki, İran Amerika Birləşmiş Ştatlarının saziş bağlanması ilə bağlı tələblərini rədd edir. Amerika Birləşmiş Ştatları ilə razılaşma faktiki olaraq İran rejimini yaşanmaz hala salacaq. Bu razılaşma rejimi dərhal devirmir. İslam Respublikasının mövcudluq arxitekturasını dağıdır. Bu sözləri politoloq Kamran Cəfərov qeyd edib. Amerika Birləşmiş Ştatları isə öz növbəsində İranın ətrafında donanmanı gücləndirməklə yanaşı, Yaxın Şərqdəki bazalara dayanmadan silah, raketlər və hava hücumundan müdafiə sistemləri daşımağa davam edir. Mövcud şərait və şərtlər Trumpa geri addım atmağa imkan vermir və səbəb olduqca sadədir. Potensial sazişin danışıq predmeti İran rejiminin boynuna asılan saatlı bombadır. Təbii ki, rejim bunu qəbul etmir. Etmirsə, diplomatiya bitir. Diplomatiya bitirsə, toplar, raketlər işə düşür. O bildirib. Politoloq vurğulayıb ki, əsas xəbər Səudiyyə Ərəbistanı ilə bağlı yayılan məlumatdır. Axios yazır ki, Ərəbistan mövqeyini 180 dərəcə dəyişib. 30 yanvarda Vaşinqtonda keçirilən qapalı brifinqdə Ərəbistanın müdafiə naziri İrana hücumun zərurətini qeyd edib. Xatırladaq ki, 14 yanvarda gözlənilən hücumun olmamasında Səudiyyə Ərəbistanının kəskin etirazı da rol oynadı.